Deməli, getdik dəyərlənmədilən xəbərlərimizlə sizin xidmətinizdəyəm. Gözəl xəbərlərlə. Macron dünən sərt çıxış elədi. Açıqca dedi, ABŞ-dan hara yoxdur, nə qədər ki Trump oradadır. Bu konstitusiyasından birisi də dəyişmək istəyir, başqa-başqa oyunlar çıxartmaq istəyir. Özündən sonra da Elon Musk'ı gətirmək istəyir. Elon Musk da pis vəziyyətdədir. Gah da Elon Musk'dan bugün gördünüz ki, bir-birini qırdılar. Nəyə görə qırdılar indi deyəcəm sizə. Dəyərlənmədənlərim, Macron dedi ki, Fransanın prezidenti ABŞ iqtisadi və siyasi savaşa qalxıbdır. Artıq ABŞ-la iqtisadi və siyasi savaş içindəyik. 3 milyonluq Avropa ordusu 800 milyard evroluq 3 milyonluq Avropa ordusu və 800 milyardlıq büdcəsi ilə təsdiq olundu Avropa ordusu bugün. Tarixi gündür bugün. Və Fransa 40 min tank və zirehli texnika, 40 min tank və zirehli, həmin ordunun 40 min deməli dəyərli vətənlərim zirehli texnikası əsasən tankı olacaq. Nüvə arsenalı olacaq həmən ordunun. Fransa bundan başqa mən bütün Avropa ölkələrini qorumağa qadirəm. Macron nə dedi? Mənim şanlı ordum bütün Avropa ölkələrini qorumağa qadirdir və hər birinə nüvə arsenalını yerləşdirməyə qadirdir. Fransa dağıdır ha. And olsun Allaha, Fransa dağıdır. İnan Allaha İlham Əliyev Fransa Macron'u zəif gördüyünə görə, Macron üzərinə getdiyinə görə, bunu kim dırkaladı getdi bilmirəm. İnan Allaha İlham Əliyev pox yedim it kimi zəncirdir indi. Pox yemiş it kimi. Dəyərli vətənlərim, dəhşətli savaş getdi bu aralarda. Siz bilmirsiniz, indi çox dəhşətə düşəcəksiniz bu xəbərləri eşidəndə. Deməli, Ukrayna dedi, ABŞ kəşfiyyat məlumatlarını kəsib. Bəli, Ukraynanı GPRS-dən çıxartdı Amerika. Amerika çıxartdı, dərhal İngilislər əl qoydu. İngilislər Fransa Sputnik işini həll edəcəm dedi. İngiltərə F-16'lar, İngiltərənin F-16'ları gələn həftə Ukraynanın qərbi deyilsə də tam Ukrayna səmasını İngiltərənin yüzlərlə F-16'sı qoruyacaq. Öz ekipajından. Ukraynanın qərb tərəfini deyilsə də, elə göstərilsə də, amma bütün Ukrayna ərazisini qoruyacaq. Bunu Guardian bugün yazdı. Çox rəsmi məlumatdır. Dəyərli vətənlərim, Amerikanın Birləşmiş Ştatların rəhbəri Trump hamıya savaş açır, Yaponiyada savaş açır, birazdan deyinərik ona. Və Trump artıq Amerika kəşfiyyatını da məhv elədi. O biri var idi. Nədir o? Bu elə deyəsən Amerikanı məhv eləməyə gəlib bu adam. Fikir verin dəyərli vətənlərim. 5400 CIA, Amerika kəşfiyyatı, CIA 5400 işçisini uvolit elədi. Cəmi 6000 nə qədər əsas işçi var idi. 4500'ünü uvolit elədi. ABŞ kəşfiyyatsız qalıb, aləm dəyib bir-birinə. Çox dəhşətli vəziyyət yaranıb. Bu birbaşa Amerikanı dağıda biləcəkmi acaba? Düzdür, məhkəmə qərarları dal-dala Trump'ın qərarlarını, ancaq bu sərsəm qərarlarını bağlamaqla məşğuldur Amerika məhkəmələri. Amma bu hara qədər gedəcək? Birbaşa senatorlar, bugün də senatorlar çıxdı dedi və göstərə bilərəm sizə. Budur, bugün də senatorlar dedi ki, birazdan göstərəcəm sizə ki, bəs belə Trump artıq Amerikanı dağıdır. Avropa Amerikadan ayrılması Amerikanın məhvi deməkdir. Təkcə 110 milyard, 2-3 gün ərzində 110 milyard Elon Musk ziyana düşdü. Pul itirdi. Ukraynaya hücuma keçdi. Bu arada Ukraynaya hücuma keçdi. Və dəyərli vətənlərim, dəyərli soydaşlarım, deməli, burada bir şəhər var. Deməli, Çasova Yar şəhərində Rusları mühasirəyə saldı, şəhəri aldı. Deməli, Kurskda Ruslar hücuma keçmək istədi və onun da çox sərt şəkildə Ukraynaya qarşısını aldı. Ruslar çox böyük itki verdi. Macron nə dedi? Macron yenə də The Guardian yazdı. The Guardian
The Guardian yazdı. Bir dakika. Bir dakika. Bircə dəqiqə çox üzr istəyirəm sizdən. Bir dakika. Aha, bir dakika. The Guardian yazdı. The Guardian ne yazdı? Macron ne dedi? Trump'la söhbət bitti. Trump'la söhbət bitti. Görün Macron ne dedi ha? İlham Əliyevin başına qapazlamaq istədiyi Macron var ha. Görün indi İlham Əliyev Macron'un ayaklarını yuyup suyunu içmək üçün İlham Əliyev neçə milyon milyard bırakar. Macron, Trump'la söhbət bitti. Trump'ın daha sözü varsa o gelsin bizim yanımıza. Biz daha ora gedən deyilik. Mən də ora gedən deyiləm. Trump hələ belə bir şey olmamıştı. Deməli Macron dedi. Hələ belə bir şey olmamıştı. ABŞ-Avropa münasibətləri bu qədər gərgin vəziyyətə düşməmişdi. Artıq siyasi və iqtisadi savaş gedir Avropa ile Amerikan arasında. Yəqin ki bunun sonu olacak. Bu demek ki yəqin ki Macron ya geri adım atacak ya da Macron birbaşa impeachment'ten, etimadsızlıktan neylənsə gedəcək. Deməli, değerli vətəndaşlar,